Məsələ ABC test toplusundan genetikaya aid məsələdir. A və B genləri ilişikli olan diheterozigot boz bədən normal qanat, qara bədən rudiment qanatlı drozofil milçəkləridir. Fərqlərin sayı 300 ədəddir. Krassingovrla əmələ gələn fərqlərin sayını 20% veribdir. Sonda bizdən boz bədən rudiment qanat fərqlərin sayını soruşur. Birinci genetikanı eləmək üçün əlamətləri yazmalıyıq. Təbii ki, boz bədən normal qanat, qara bədən rudiment qanatlı əlamət verilibdir bizə. Deyir ki, A və B genləri ilişikdir və fərq diheterozigotdur. Çarpazlaşdırıram A, B, deyir ki, bunlar çarpazlaşdırılıbdır. Morgan qanununa görə biz bilirik, ilişikli irsiyyət Morgan qanunudur və burada A və B geni ilə kiçik A, kiçik B genləri ilişikli keçərli, yəni Krassingovrsiz qametlərdir. Böyük A, kiçik B, kiçik A, böyük B isə Krassingovrli qametlərdir. Bunlar nə oldu? Krassingovrsiz qametlər. Krassingovrla əmələ gələn qametlərin sayını nə qədər veribdir bizdə? 20%. Deməli, iki qamet arasında bölsək, hərəsində neçə faiz düşəcək? 10%, 10%. Bunu da çevirsək 0,1, 0,1. Krassingovrsiz qametlərin sayı nə qədərdir? 80%-dir. 40%, deməli buna, 40% isə buna düşür. Bunu da çevirsək 0,4, 0,4 gəlir düşür bunun payına. İndi bizdə gəlin biz Pernet cədvəlini quraq və qametlərimizi yazaq. Deməli, böyük A, böyük B, kiçik A, kiçik B, böyük A, kiçik B, kiçik A, böyük B. Eynisini də buraya yazacağıq, böyük A, kiçik B və kiçik A, böyük B. Yəni, bunların çarpazlaşmasıdır. Gəlin, qametlərin əmələ gəlmə ehtimalını yazaq. Böyük A, böyük B nə qədərdir? 0,4, kiçik A, kiçik B 0,4, yerdə qalanlar 0,1, eynisi də bura 0,4, 0,4, 0,1, 0,1. Düzdürmü? Bizdən nəyi soruşur? Boz bədən rudiment qanatlı. Boz bədən rudiment qanat. Yəni, böyük A, kiçik B-nin düşdüyü yer bizə boz bədən rudiment qanatdır. Gəlin bu hissəni buradan tapaq, bu hissəni tapaq buradan. Boz bədən rudiment qanat lazımdır bizə. Boz bədən, biri buradadır. Böyük A, kiçik B, kiçik B. Baxın, yəni bununla bunun çarpazlaşmasından boz bədən rudiment qanat. Yəni 0,4-ə 0,1-ə vuracam. 0,1-ə vuracam, 0,04 ehtimal. Sonra boz bədən rudiment qanat buradadır. Böyük A, kiçik B, kiçik B. Yəni bununla bunun çarpazlaşması 0,1 vura 0,4, yenə 0,04. Sonra bizdə boz bədən rudiment qanat da buradadır. Bununla bunun çarpazlaşmasında. Baxın, yox, boz bədən rudiment qanat lazımdır bizə. Boz bədən rudiment qanat. Boz bədən gəlin, bax, tapılmayacaq boz bədən rudiment qanat. Bax, buradadır. Bax, burada. Boz bədən rudiment qanat. Fikir verin, boz bədən rudiment qanat. Bununla bunun çarpazlaşması. Yəni, 0,1-dən 0,1-ə çarpazlaşdıracaq. 0,1, 0,1, 0,01. Bunun toplamı nə qədər verəcək bizə? 0,09. Düzdür? Bizdə fərqlərin sayı nə qədərdir? 300. 0,09-u da 300-ə vuranda neçə eləyəcək? 27% verəcək bizə. Məsələn, cavab 57.